Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Elza Seyidcihan aparıcı Rövşanə Ağasef qızı arasında veriliş zamanı dava düşüb. Xəbər verilir ki, Rövşanənin proqramına qatılan bəstəkar müğənni Şəbnəm Tovuzlu Vəfa Şərifovanın adının çəkilməsilə özündən çıxıb. Masadakı fincanı Rövşanəyə sarı itələyən Elza efirdən gedib. Məni təhqir edirsiniz, adamınızı tanıyın, sən xoş getdin, nahaq bura gəldim, burada niyə Şəbnəm Tovuzlunun adını çəkirsən? Onlar narkotikdir, niyə onlardan danışırsan? Sənə də yaraşdırmıram onların adını çəkməyə, onlar narkotikdən pisdir, elə belə də efirə ver.